Bu videodan sonra elə bir adam olmayacaq ki, Metada reklam verə bilməsin və onlayn satış eləyə bilməsin. Bəs indi öyrənəcəyimiz şey nədir? Meta nədir? Deməli dostlar, Meta nədir? Meta bir reklam platformasıdır. O reklam platformasıdır ki, içərisində Instagram, Facebook, WhatsApp və Messenger var. Yəni bu isə bir kütlədir. Bu kütləyə çatmaq üçün də reklam vermək lazımdır, reklam üçün də Meta lazımdır. Bu da sənsən. Sən eləyəcəyin işlər nədir? Məhsul tapmaq, veb-sayt hazırlamaq, kreativ hazırlamaq, yəni videolar hazırlamaq, sonra Metada reklam vermək, satışa gəlmək. Amma sənin burada məhsul, veb-sayt, kreativ hazırladıqdan sonra Metaya keçidin belə olur. Meta nədir? Meta reklam platformasıdır. O reklam platformasıdır ki, sən Meta ilə Instagramda, Facebookda, WhatsAppda və Messenger istifadə edən kütlələrə reklam çıxa bilirsən, məhsulu tanıda bilirsən və sənin burada eləyəcəyin şeylər həm sənin veb-saytına satışı ola bilər, yəni buradakı olan kütləni veb-sayta satışı dartasan və yaxud da ki, buradakı olan kütləni mesajlaşmaya dartıb, mesajlaşma ilə satışa çıxasan. Qısa şəkildə Meta budur. Meta sənə o şəraiti yaradır ki, sənin əlindəki bu məhsulu satmaq istəyirsən, bu məhsulun var səndə, veb-saytı da var, məhsulun videoları da var qəşəng. Artıq gəlirsən Metaya, Metada Instagramda mı, Facebookda mı reklam vermək istəyirsən, seçirsən, testləri edirsən, artıq gəlirsən burada satışa. Shopify veb-sayta mı satasan, mesajlaşma ilə mi satasan? Yəni buradakı olan proses gəlir Metaya kimi, Meta bura gəlir, buradan da satışa. Qısası Meta Instagram, Facebook, WhatsApp və Messenger'da reklam çıxıb müştərilərə məhsulunuzu tanıdıb satış edə biləcəyiniz bir platformadır. Hər kəsə yenidən salam dostlar, bildiyiniz kimi yenə mən Alien. Bu günlərim sizinlə Metada necə reklam aça bilərik onunla bağlı danışacağam. Deməli dostlar, sizi belə bir ekran qarşılayır. Mən burada planlıq olan hissələrim hələ ki siz təzə akkaunt açanda olmayacaq. Burada isə öyrədəcəyimiz şey nə olacaq? Mesajlaşma reklamı açmaq olacaq. Yəni mesajlaşma reklamı açaraq satış eləmək olacaq. İndi dostlar gördüyünüz kimi belə bir bizə ekran qarşılayır. Bu ekranda solda oluştur var. İndi bəziləriniz ingilis dili falan ola bilər, girib ayarlardan dəyişərsiniz. Burada oluştur etdikdən sonra bizi yenə belə bir ekran qarşılayır. Baxın, burada yenə dediyim kimi heç nəyə dəymirsiniz. Yəni burada yuxarıda, sağda, solda heç nə ilə açıq artdırma, yəni sizdə nə yazsa belə də qalsın. Gəlirsiniz burada, baxın. Burada 6 dənə şey var. Bunların bir dənəsi bizə lazımdır. Ən əsas bir dənəsi. Burada bilinirlik var. Yəni ki, marka sadəcə markamı görsünlər, videoma izlənmə gəlsin falan filan, baxın belə. Burada trafik var. Yəni gördüyünüz kimi aşağıda, sağda, sağ aşağıda yazır uyğun olduqları. Məsələn, bağlantı tıklamaları, yönləndirmə sayfa görüntüləmələri, Instagram profil ziyarəti, Instagram və ya WhatsApp və ya zəng. Yəni burada ancaq trafik kasırsınız. Gəldik etkiləşimə. Etkiləşim də baxın, burada ətraflı yazır. Daha fazla mesaj, mesajlaşma yolu ilə alış-veriş, video görüntülənməsi və s. Gəlirik potensial müştərilərə. İşlətməniz və markanız üçün potensial müştəri toplayır. Burada gəlirik uygulama tanıtımı, yəni məsələn bir oyununuz var. Yəni fərz eləyək ki, ChatGPT özünü reklam edir. Yəni bu bir proqramdır. Və yaxud da ki, Clash Royale oyunu oynayırsınız, bu özünü reklam edir. Yəni oyunlar və s. applicationlar ancaq buradan reklam edirsiniz. Bizə lazım olan hissə isə satışlardır. Ən axırda olan. Məhsulunuz və ya xidmətinizi satın alma olasılığı yüksək kişiləri tapın. Və uyğun olduqları dönüşümlər, katalog satışları, Messenger, Instagram, WhatsApp aramaları. İndi burada tam ətraflı yazmayıb, biz burada veb-saytda daha çox çıxa bilərik və yaxud da mesajlaşma. Gəldik satışlar, buradan davam edirik. Davam elədikdən sonra, baxın, sizi belə bir yer qarşılayacaq. Burada kampaniya adı var. Kampaniya adına, məsələn, fərz eləyək ki, əlcək satırıq, yazırıq bura əlcək. Məsələn, 20 USD test və gəlirik bura yazırıq Broad, EBO və yaxud da ki CBO. Yəni mən belə yazıram. Və dostlar, belə bir şey açdıq, fərz eləyək. İndi gəlirik bura. Burada yenə heç nəyə dəymirsiniz, kampaniya detalları və s. Gəlirsiniz burada. Burada Adventure Plus kataloqu var. Bu həmişə bağlı qalsın əgər açıqdırsa sizə. İndi burada isə EBO, CBO dediyim hissədir dostlar. Kampaniya büdcəsi və yaxud da ki reklam seti büdcəsi. Kampaniya büdcəsi odur ki, bir kampaniyanın içində 4 dənə video qoymuşuq, bir kampaniyanın içində 5 dənə kreativ qoymuşuq. Burada da $25 büdcə yazmışıqsa, burada Meta istədiyi kimi xərcləyəcək. Yəni bu CBO-dur. İstədiyi kimi xərcləyəcək Meta. Deyəcək ki, məsələn, 5 dənə videonun ikincisi ən çox
adamların baxdığı, tıklaması ən çox olandır. Mənim marağımı çəkir. Meta özü o 25 dolları 555 yəni ədalətli şəkildə deyil, 12 dollar bir kreativ xərcləyir, 8 dollar bir kreativ xərcləyir. Bəlkə də o 3 kreativə 2-3 dollar xərcləyir, başqa xərcləmir. Yəni CBO budur. Və CBO-da kreativ test eləməyiniz daha çətin olur. Ona görə mən daha çox EBO gedirəm. EBO etdikdə, yəni EBO isə nədir? Bir setin içində, yəni bir setin içində bir video qoyursunuz və o videonun özünə pul qoyursunuz. Yəni bir setin içinə pul qoyursunuz qısası. Yəni fərz edək 5 dənə kreativi CBO çıxsaz, Meta buradan 2 dənəsinə, 3 dənəsinə istədiyi kimi xərcləyəcək. Birinə 12 dollar, birinə 7 dollar, birinə 3 dollar və yaxud da ikisinə xərcləməyəcək. EBO-da 5 dənə kreativ qoysanız, hərəsində 5 dollar qoysanız, yenə opşi 25 dollar xərcləyəcək. Amma bu videoya 5 dolları axıra kimi xərcləyəcək. Bu da sizə nə kimi avantaj verir EBO? Siz əlinizdəki olan videonun sizə satış gətirib, müştəri gətirib gətirməyəcəyini daha rahat şəkildə öyrənirsiniz. Təbii ki, burada mənim başqa taktikalarım da var. CBO-dan da istifadə edirəm, EBO-dan da istifadə edirəm, EBO-dan çıxardıb CBO-ya salıram. Yəni belə taktikalarım var, amma yəni bu mənim öz şəxsi təcrübələrimdir. Yəni zaten burada Meta elədir ki, dostlar, siz 50 dənə videoya baxın. Yəni o sizin artıq beyninizin içində olan bir proseslə artıq siz başlayıb bu işi görəcəksiniz. Yəni hamının strategiyası hardasa eyni olmur. Yəni böyük də bir strategiya yoxdur, sadəcə qısa bir şəkildə demək istədim. Yəni burada deyək ki, biz EBO açırıq, CBO açmırıq, EBO açırıq. Gəlirik buradan. AB testi var. Bu da bağlı olur. Yəni burada başqa heç nəyə dəymirsiniz. Keçirik burada iləri. İləri keçdik, gəlir baxın burada bizi belə bir yer qarşılayır. Burada yeni satış var. Mən bu adətən nə yazıram? Auditoriya 1 Broad yazıram. Yəni adətən belə yazıram. Gəlirik burada. Baxın. Burada belə bir yer açılır. Burada birdən fazla internet sitesi uygulamalar, mağaza və s. Yəni ya buradan internet sitesi seçirsiniz, website, ya da mesaj yönləndirmə. Gəl biz mesaj yönləndirmə seçək burada. Niyə? Çünki mesajlaşma reklamı çıxırıq. Sizdə belə bir yer açılacaq dostlar. Siz burada bu hissələrini artıq düzəltmiş olasınız. Çünki yəni sizin artıq Facebookunuz olacaq, Facebook biznes səhifəniz və s. və s. Yəni orada nömrəniz falan, ona görə bu hissələri də keçirəm. Yəni baxın belə bir mesaj yönləndirmə hədəfi çıxanda belə bir şey çıxacaq qarşımıza. Yəni burada otomatik yönləndirmə hədəfi var. Yəni birbaşa sizin səhifənizin Messengeri, Instagramı və nömrəniz var. Buradan manual etdikdə isə seçə bilirsiniz ki, məsələn, Messenger olmasın, Messengerə mesaj gəlməsin. Ancaq Instagramdan WhatsApp-ma gəlsin. Və yaxud da ki, WhatsApp-ı bağlayırsınız ancaq Instagram və Instagramı bağlayırsınız ancaq WhatsApp. Və burada əlavə nömrələr əlavə eləyə bilirsiniz, hansı nömrələrə mesaj gəlsin, başqa bir nömrə. Yəni burada nə eləmək olar? Məsələn, 2 dənə işçi var və yaxud da ki, 2 nəfərsiniz. Siz 2 nəfər, hər əvinizin ayrı telefonları var, ayrı nömrələr var, yəni ayrı-ayrı satış edirsiniz. Yəni burada bir set açanda baxın, bura solda görürsüz AU1 Broad var. Burada bir dənə nömrə bunu qoyursunuz. Sonra bunun ikincisini açanda isə başqa nömrə əlavə edib ikinci nömrə qoyursunuz. Onda 2 nəfərə ayrı-ayrılıqda, yəni hər kampaniya üçün məsələn AU1 Broada, yəni bu setə 10 dollarlıq mesajlaşma qoymuşuq. Bu 10 dollar ancaq bu nömrəyə gələcək. Yəni 10 dollara fərz 20 sentdən mesaj gələcək. Belə bir şəkildə də eləyə bilərsiniz. Yəni 2 nəfərsiniz, nə bilim, sevgilisiniz, ər-arvadsınız, yəni nə bilim 2 dostsuz başlayırsınız. Yəni ikiniz də köməkləşərək bir şey eləmək istəyirsiniz. Yəni dediyim kimi eləyə bilərsiniz. Bir nömrə burada olar, ikinci bir set açarsınız burada, təzə nömrə əlavə edib ikinci bir şəkildə eləyə bilərsiniz. Yəni yenə burada Instagramla mən WhatsApp-ı saxlayıram, gəlirəm bura. Burada dostlar 5 dənə şey deyir. Yəni siz bunun üstünü oxuyanda, məsələn, deyir sizin ən çox internet sitesi dönüşümünüzü, yəni internet veb-saytda satışınızı daha çox geri dönən, yəni daha çox satış potensialını artırmaq üçün düzgün insanlara göstərəcək deyir. Burada danışma səviyyəsini ən çox, yəni danışma sayısını ən çox səviyyəyə yüksəltdir. Bu da ki, əgər siz güvənirsinizsə ki, mənim danışıq qabiliyyətim, satış qabiliyyətim yaxşıdır, mən daha yaxşı satacağam və s. Yəni müştəriləri danışıb müştərilərə o WhatsApp-da danışdığım anda satış eləyəcəm, onda bunu seçin. Yəni burada isə nə deyir? Burada isə deyir ki, reklamlarınızı veb-saytınıza ən çox girə biləcək insanların qarşısına çıxardır. Burada isə deyir ki, reklamlarınızı ancaq ən çox insana, yəni daha çox insana çatdıracağıq. Bu da eyni şeydir. Yəni ikisi də ən çox insanın qarşısına. Yəni burada mesajlaşma çıxırsa
danışma sayısını ən çox səviyyəyə çıxardığında qalsın. Gəlirik bura, burada heç nə eləmirik, yox qalır, burada yox qalır. Gəlir burada günlük büdcə. Biz burada bir dənə video qoyacağıq deyə, yəni 5 dənə video qoyacağıq. Amma bu setin içinə bir video qoyacağıq. İndi tam dəqiq başa düşəsiz. Gəlirik bura, bir videoya məsləhətim odur ki, bir 8 dollar, 10 dollardan test eləyin. Yəni fərz eləyək ki, biz 10 dollar qoyacağıq və bu günlük büdcədir. Burada isə nə var? Burada günlük büdcə var və toplam büdcə var. Toplam büdcə eləyəndə siz 350 dolları qoyursunuz məsələn. Baxın burada 350 dollar yazıb. Burada isə bir vaxt aralığı qoyursunuz ki, bu vaxt aralığında bu 350 dolları xərclə. Yəni fərz edək ki, bir həftə vaxt qoyursunuz ki, 350 dollar bir həftəsində xərclənsin. Yəni bundan çox məsləhət görmürəm. Günlük büdcə ilə gedin. Burada da günlük büdcə edirsiniz, 15 dollar qoyursunuz. Başlanğıc tarixi var. Yəni reklamınız nə vaxt başlasın? Burada heç nəyə dəyməsəz, elə birbaşa hər şeyi qurtarıb iləri eləyəndən sonra reklamınız artıq Meta özü optimizasiya edib reklamı çıxacaq. Amma bir vaxt qoysaz, məsələn 04-dür, gəlib burada qoyuruq ki, səhər saat 7-də mən reklama çıxacağam. Yəni 3 saat sonra reklama çıxasan, bu başqa məsələ, belə eləyə bilər. Və yaxud da ki, buradan gəlir 23-ü yox, 25-i reklama çıxarsan, yəni belə də eləyə bilər. 23 mayda yox, 2 gün sonra reklama çıxarsan. Və burada da bitiş tarixi var. İstəsəz bitmə tarixi də eləyə bilərsiniz, amma bunu dediyim kimi buralara dəyməyin, bitmə tarixi falan eləməyin. Yəni reklamlarınız getsin, hansısa bir pis nəticə alanda bağlayarsınız. Burada büdcə planlama heç nə eləmirik. Reklam səhəti baxın, burada özü məsləhətlər verir və s. Və düşürük burada aşağı. Burada var hədəf kitlə. Burada dostlar, hədəf kitlə nə mənada? Hansı ölkədən, hansı yaş aralığı kimi şeylər var. Baxın, konumlar Azərbaycan var. Burada nə edə bilərsiniz? Baxın, burada basdıq bura. Biri var ki, bütün Azərbaycana nə qədər genişdirsə, yəni o sizin büdcə aralığında, yəni nə qədər insana erişəsiz, CPM-ləriniz nə qədər olacaqsa, o qədər insana göstərəcək və yaxud da ki, yəni bütün Azərbaycandan mesaj alasınız. Gəncədən, nə bilim, Naxçıvandan, Qəbələdən, Qusardan, Kürdəmirdən, Bakıdan, Lənkərandan, belə yerlərdən mesaj alasınız. Amma satış alsa, siz poçla göndərəsiniz məhsulu və gərək müştəridən ödənişi qabaqcadan alasınız. Bu da biraz indi biraz qıraq yerlərdə daha çox örgəşməyiblər falan filan çəkinmə kimi durumlar olur. Ona görə daha sürətli Bakıda tak mən malı yollayım, pulumu alım kimi bir proses eləmək istəyirsinizsə, yazırsınız bura Bakı. Baxın, Bakı yazdıq. Burada çıxır. Bakı Azərbaycan əyalət. Seçdik və çıxırıq, baxırıq ki, ancaq Bakı seçilib. Sonra burada mən nə edirəm? Burada bir dənə də gəlirəm, iynə ekləyirəm. Gəlirəm bura, buradan bir dənə də Sumqayıtı seçirəm. Artıq Sumqayıt ərazisində də olacaq. Yəni Bakı və Sumqayıt. Yəni buradan qırağa keçmirəm. Bakı, Xırdalan, Sumqayıt. Yəni Lökbatan falan da Bakı ərazisi gedir, yəni narahat olmayın. Bir dənə Sumqayıta da çıxıram. Burada belə elədim, buranı bağlayıram. Ancaq Bakı və Sumqayıt ərazisində işləmək istəyirəmsə. Yəni bu proses daha sürətli olur. Niyə? Çıxdın, Bakıda mesajlar aldın, danışdın, müştəri ilə yolladın, pulu aldın. Amma rayon olsa, ödənişi qabaqcadan alıb ondan sonra göndərəsiniz. O da sizdən asılıdır təbii ki, amma eləyə bilərsiniz. Burada var minimum yaş. Gəlirik bura, burada heç nəyə dəymirik. Elə bura saxlayırıq. Özəl hədəf kitlə. Və dostlar, burada özəl hədəf kitlə harici tutma nədir? Yəni ki, məsələn, burada bir hədəf kitlə girirsiniz ki, fərz edirsiniz, əlcəyi satırsınız. Motosiklet əlcəyi satırsınız. Bu motosiklet əlcəyini kimlər sürür? Motosiklet sürənlər, velosiped sürənlər və yaxud da ki, yaxında motosiklet alacaq adamlar və s. Yəni burada siz bir hədəf kitlə girirsiniz ki, məsələn, motosiklet əlcəyini kim almaz? Məsələn, uşaq hədəf kitləsi almaz. Bu motosiklet əlcəyini kimlər almaz? Məsələn, qoca xanımlar almaz. Məsələn, yəni bu fərziyyədir, məsəl çəkirəm. Yəni burada özəl bir hədəf kitlə, məsələn, sən mətbəxlə bağlı şeylər yazsan, maşınla bağlı şeylər çıxmaz. Və yaxud da ki, hədəf kitləni belə məsəl çəkim. Siz bir idman aləti satırsınız. Bu idman alətini kimlərin qabağına çıxarma? Məsələn, çıxarma şeyin qabağına. Çay içib arıqlayan insanların qabağına çıxarma. Məsələn, uşaq olanların qabağına, yəni uşaqlı anaların qabağına çıxarma. Yəni belə, yəni hədəf kitləri, yəni mən daha çox istifadə eləmirəm, sadəcə nə olduğunu başa saldım sizə. İndi düşürük. Burada tüm dillər heç buna dəymirik. Burada yenə gəlirik. Bir hədəf kütlə önər. Baxın, burada da yaş var idi. Minimum yaş zaten 18-dir.
Gəlirik burada dostlar, yaş aralığı var. Nə var? 18 və 65 yaş aralığı. İndi biz burada məntiqə baxacağıq. Tutaq ki, motosiklet əlcəyi alan bir adam 65 yaşı ola bilər. 65-dən yuxarı, yəni 55 ilə 65 yaş arası ola bilər. Çox az bir qismdir Azərbaycanda. Ya 45 ilə 65 arası ola bilər, yenə çox az bir qismdir. Ən çox qism nədir? 18 40 deyək. 18-40 yaş arası Azərbaycanda motosiklet sürən insanlar deyək. Və burada siz konkret daraltmış olursunuz ki, yəni bu 40 ilə 60 arası insanların arasına, 65 arası insanların arasına Meta bunu göstərməz. Amma bəzi məhsullar var ki, məsələn, mənim satdığım köhnə videomda demişəm Carset. Carseti mən heç nə qoymamışdım. Yəni 18-65 qalmışdı. Amma məntiqi də baxa bilərsiniz ki, yəni motosiklet əlcəyi alacaq adamın 65 yaşdakı satmağın çox çətin olacaq. Yəni məntiqi baxın ki, 40-65 yaş arası məsələn motosiklet əlcəyi neyniyəcək? Yəni çox az bir qism olar ki, motosiklet sürən olar. Hə, yəni burada onu da belə eləyə bilərsiniz. Və yaxud da ki, 18 yox, məsələn Carset satırsınız. Yəni 18-19-20 yaşda özünə kompleks eləyən uşaq xanımlar şey eləyər. Yəni almaz özünə, və yaxud da ki, pul olmaz və s. tələbi olar, büdcəsi az olar. Amma 22-65 yaş arası, yəni ucu burada minimum 18-i 22-yə qaldıra bilərsiniz ki, mən Carset satıram, 22-dən yuxarı artıq pul qazanan insanların qabağına çıxsın, yaşlı adamların pul qazanan 22 yaş üstü adamların qabağına çıxsın. Yəni belə eləyə bilərsiniz qısası. Yəni buna da qaytaram 18-ə, yəni belə eyni qalsın. Burada tüm cinsiyyətlər var. Burada elə bir məhsul sata bilərsiniz ki, bu hər iki cinsiyyət alsın. Amma dediyim kimi, məsələn, Carset satırsınız, qadın karseti, bu kişilərə lazım deyil, qadınlara lazımdır. Seçsiz qadınlar. Ya nə bilim, satırsınız motosiklet əlcəyi. Ya nə bilim, satırsınız kişi karseti, hə, bu lazımdır kişilərə. Yəni bu ikisindən birini özünüz seçirsiniz. Ya yaxud da ki, elə bir məhsul satırsınız ki, həm xanımlara, həm kişilərə lazımdır, elə tümü qalır. Vəsə dostlar, burada da düşürəm aşağı. Reklam şəffaflığı, buranı keçirəm. Reklam alanları, WhatsApp durumu dahil edildi. Reklam alanları və s. buraları keçirəm. Gəlirəm aşağı. Hə, burada digər ayarları göstər var. Bura bastıq dostlar. Burada gördüyünüz kimi belə bir hissə çıxır. Cihaz və işlətmə türləri. Tüm mobil cihazlar var. Sadəcə Android işlədənlər, sadəcə iOS işlədənlər. Yəni görürsüz, dərinləşə gedir. Yəni burada elə tüm mobillər qalsın. Yəni hər telefon işlədən adamın qabağına çıxır. Burada platformalar var. Basırıq bura. Mən adətən Facebook və Instagramda çıxıram. Yəni bu ikisini WhatsApp-la, bu IDDons Network-u bağlayıram. Yəni sizdə də məsləhətim WhatsApp-la bunu bağlayın. Instagram və Facebook. Yəni buranın məqsədi budur. Sadəcə Instagram və Facebook işlədən adamlar görəcək mənim videomu. Yəni WhatsApp-da bildiyiniz kimi, yəni WhatsApp-da da artıq reklamlar çıxır insanın qabağına. Yəni onların qabağına çıxmasın. O görə bu ikisini bağladıq. Sonra gəlirik reklam alanı kontrolləri. Bura nədir dostlar? Bura siz Instagramda görmüsünüz də Reels hissəsi nətər görsənir, post nətər görsənir və s. İndi gəlirik bura. Baxın, burada akışlar var. Basıq akışların üstünə Facebook akışı. Baxın, Facebookda sən fırlanan yerdə bu şəkildə qabağına çıxacaq. Facebook profil akışı. Məsələn, fırlanan yerdə belə bir çıxacaq reklam. Instagram akışı. Instagramda ana səhifədə fırlanan yerdə belə bir çıxacaq qabağına. Yenə profil akışı. Facebook Marketplace-də belə çıxacaq. Mən burada Facebook Marketplace-i bağlayıram. Sonra düşürəm aşağı. Facebook bildirimləri, SMS-ləri var. Bunu da bağlayıram. Tethers akışıdır, bunlardır, sağ sütun falan filan, heç bunları saxlamır. Yəni özünüz girib baxasınız, yəni insanların almayacağı şey olacaq. Yəni kəşf et ana səhifəsi. Yəni bu adam burada 20 dənə şeyin içində sənin videonu görməsi biraz şey olacaq. Yəni burada bunlar qalır. Belə buranı bağladıq təzədən. Sonra gəlirik, bu akışlar idi. Yəni fırlananda çıxır. Sonra gəlirik hekayələr və durum. Hekayələr, durum və Reels. Burada Instagram storiesi qalır. Facebook storiesi qalır. Messenger story bağlı qalır. Instagram Reels açıq qalır. Facebook Reels açıq qalır. WhatsApp durumu isə yenə bağlı qalır. Yəni qısası, yəni başa düşürsüz də. Instagramda storyda fırlananda çıxacaq qabağına, Facebookda storyda fırlananda çıxacaq qabağına və Instagramda, Facebookda Reels fırlananda çıxacaq qabağına bu adamların. Yəni reklam. Sonra gəldi Reels videolarının içi yayın, içi reklam. Yəni burada isə Reels videoları üçün yayın içi reklam. Bunu da bağlayın, heç buna ehtiyac yoxdur.
Sonra arama sonuçları var. Facebook arama sonuçları. Yəni axtarsa, bəlkə qabağına çıxar. Vəsə bunu da bağlayırsınız, ehtiyac olmur. Buradan da gəldiniz, bağladınız, vəsə. Burada isə keçirilə bilən, daxil edilən və s. yəni bunlar artıq lazım deyil sizə. Bura kimi gəldiniz dostlar, artıq hər şey hazırdır. Yəni gördüyünüz kimi burada Azərbaycanda 5 milyona qədər hədəf kitlə göstərir. Buradan bir nə də iləri vurduq. Gəlirik artıq videonu qoyacağımız hissəyə. Setin içinə gəlirik. Bu setdir, bu da setin içi. Gəlirik bura K1. K1 nədir? Kreativ birinci kreativ. Bunu yazdıq. Burada Facebook səhifəmiz, Instagram profili, yəni burada ikisindən birini seçirsiniz. Ondan sonra gəlirik. Burada var reklam oluştur, burada var mövcud göndəri kullan. Reklam oluştur odur ki, siz burada videonu özünüz bunun içinə yüklüyorsunuz. Yəni Instagramda yüklədiyiniz posta çıxmırsınız. Yəni həmən o postdakı videonu bunun içinə atırsınız, o videonun içində gedir. Yəni Instagramda bəyəni belə gəlsə, o bu şeyə salmayacaq. Bir də var mövcud göndəri kullan. Mövcud göndəri kullan odur ki, sizin Instagrama yüklədiyiniz videoları reklama çıxa bilirsiniz. Başa düşdünüz? Və burada sizdə belə olmayacaq. Yəni bu avtomatik çıxmayacaq. Göndəri seçin eləyəsiniz və bura gələsiniz Instagram. Burada deyək ki, Reels-a basasınız və burada birinci video. Birinci videoya bastıq, davam etələdik. Artıq bu video ilə bağlı reklama çıxacaq. Başa düşdünüz dostlar? Yəni burada artıq seçdiyiniz videoya çıxırsınız reklama. Və bunu seçdiniz. Burada ana mətin var. Bir də ki, ana mətn, bax buradakı mətn nədir? Ana mətn. Sizin Instagrama yüklədiyiniz postun, Reels'ın altına yazdığımız mətndir. O bura avtomatik düşür. Eyləm çağrısı da WhatsApp mesajı göndər. Baxın belə qalır. Düşürük buradan. Yəni gördüyünüz kimi bu belə qaldı. Burada reklam alanı düzənləyim var. Yəni hansı şəkildə reklama çıxsın falan filan. Burada heç birinə dəyməyin, heç nə eləməyin. Burada kreativləri iyiləşdirmə, temel iyiləşdirmə var. Bunlara dostlar düzənləyə basırsınız, hamısını bağlayırsınız. Bu Facebook'un özünün şeyidir. AI kimi, yəni nə bilim optimizasiya eləmək, hamısını bağlayın. Yəni hələ ki heç kim eləmir bunu. Ona görə siz də bağlayın, özümüz də eləmirik. Sonra siz buradan mövcud göndəri seçsiniz Instagrama yüklədiyiniz. Düşürük aşağı. Burada söhbət oluşturucu var. Və burada məsələn nədir? Adam mesajın üstünə basanda sizin reklamı gördü, fərz eləyək ki, baxın burada sizin reklamı görüb bu sağda. Burada mesaj göndəri var. Ya da WhatsAppda söhbət et. Bu mesaj göndəri adam basanda avtomatik artıq sizə mesaj yaza bilir. Yəni adam yorulmur birbaşa. Onu da nətər edirik? Məsələn, merhaba, biz sizə necə kömək eləyə bilərik? Bu biz tərəfdən gedir. Və yaxud da ki, müştəri birbaşa ona basan kimi 3 dənə sualdan birini basıb tak verə bilirsə. Yəni bir də yazmır. Yeriniz hardadır? Məhsulunuzun qiymətini deyə bilərsiniz. Məhsulu ala bilərəmmi? Mənim də burada qeyd edilən şablonlarım var. Məsələn, burada full body corset var. Birbaşa müştəri maraqlananda biz avtomatik mesajımız gedir. Salam, buyurun, sizə necə kömək eləyə bilərik? Və yaxud da ki, müştəri birbaşa özü bunu yazır. Qiymət yazır, müştəri qiymət yazır. Müştəri qiymət yazan kimi salam, hal-hazırda məhsul endirimdədir. 40 manat, 76 manat, ölçülər, bej və qara rəngi var. Bu da avtomatik müştəriyə gedir. Siz bunu bura qoyanda WhatsAppda müştəri sizə qiymət yazan kimi artıq bu mesaj avtomatik gedir müştəriyə. Qiyməti, ikinci ədəd alanda endirimi, razmerləri, bej və qara. Müştəri ikinci alternativ kimi çatdırılma var sualı verə bilər. Yenə avtomatik belə bir şey gedir. Salam, çatdırılma pulsuzdur. 2-3 gün ərzində sizdən əlavə ödəniş tələb olunmur. Başı daxilində qapıya çatdırılır. Bölgələr isə izləmə kodu ilə göndərilir. Ödənişi qapıdan nağd və ya terminalla edə bilərsiniz. Qeyd sürətli çatdırılma əlavə 5 manatdır, standart isə pulsuz 1-3 iş gün ərzində. Yəni burada çatdırılma var deyən kimi avtomatik bu mesaj gedir müştəriyə. Bu arada buradakı yazıları götürüb kopyalaya bilərsiniz. Həqiqətən əslində 2-3 gün əslində 2-3 iş günü ərzində desək belə, müştəriyə məhsulu elə həmən gün və yaxud da ki, sabahsı gün göndərmişik, çox saxlatmamışıq. Əlimizdə stok olmayanda 2-3 gündən getmişik, pulsuz çatdırılma istəyəndə. Amma adətən müştərilərin 45-50%-i 5 manatı verərək məhsulu sürətli götürmək istəyir. Bu da sizə nə olur?
əlavə 5 manat qazanc olur. Yenə burada var necə sifariş vermək olar. Siz yorulmursunuz müştəri ilə. Necə müştəri avtomatik bu üçündən birini basır. Necə sifariş vermək olar? Avtomatik gedir. Sifariş üçün zəhmət olmasa aşağıdakı məlumatları bizə göndərin. Ad, soyad, əlaqə nömrəsi, çatdırma ünvanı, rəng və razmer, sifariş tamamlanandan sonra bir gün ərzində çatdırılacaq və s. və s. İndi biz burada nətər yaradacağıq dostlar? Biz burada yaratmaq üçün düzənli eləyirik. Baxın, belə bir yer çıxacaq. Burada sizdə fərqli-fərqli şeylər yazacaq. Baxın, müştəri reklamla ilgilənəndə biz müştəriyə avtomatik bu mesajı yazırıq. WhatsApp biznesdə özü avtomatik yazılacaq. Müştəriyə baxın bu mesaj gedəcək. Müştəri isə ona görə birinci mətnə onu yazacaqsınız. Siz müştəriyə nə demək istəyirsiniz? Salam, buyurun, sizə necə kömək eləyərik? Elə bu məndə belə qalıb müştəri ilgilənəndə. Və müştərinin sizə avtomatik verəcəyi suallar. Müştəri girdi, o linkin üstünə bastı. Müştəriyə 3 dənə seçenek çıxacaq. Qiymət, çatdırma var, necə sifariş vermək olar. Yəni burada bu arada mən yazmışam. Burada belə dəyişəndə burada da dəyişmiş olacaq 1 2 3. Məsələn, bu nətər eləyə bilərik? Bir dəqiqə mən qiymət yazım. Məsələn, bunu nətər eləyə bilərik? Siz burada özünüz üçün şeylər yaza bilərsiniz. Yaza bilərsiniz ki, məsələn, burada ünvan, tutaq ki, dükanınız var, ünvan yaza bilərsiniz. Ünvan hardadır? Tank avtomatik müştəri ünvan hardadır sualı verəcək sizə basıb, avtomatik müştəriyə burada mesaj gələcək ki, siz yazırsınız. Ünvanımız Qaraqarayev metrosunun çıxışındadır. Onlayn çatdırılmamız da mövcuddur. Əlaqə nömrəmiz budur falan filan. Tank müştəriyə avtomatik mesaj getdi. Müştəriyə yenə çatdırılma var. Yəni burada dediyim kimi öz biznesinizə, öz məhsulunuza uyğun, amma onlayn satışda ən çox istifadə olunan bunlardır. Yəni və qiymət. Yazırıq bura qiymət, birinci sual. Salam, öz məhsulunuzun qiymətini yazırsınız. 1 ədədi məsələn bu qiymət, 2 ədədi endirimdə, razmerləridir, qara və ya indi məhsulunuz bilmirəm nədir, yəni elə bir şey. Çəkinizi bax, burada biz bu taktikanı edirik bu arada. Müştəri qiymət soruşanda, müştəriyə biz qiyməti, razmerləri və rəngləri burada qeyd edirik. Müştərinin əlavə verəcəyi bu çatdırma var, ünvana çatdırma mövcuddur da qeyd edirik və müştəri bizə görüldü atmasın deyə biz müştəriyə nə edirik? Çəkinizi və boyunuzu qeyd edin, sizə ölçü deyək. Biz buradan çox müştəri qapmışıq. Yəni müştəri birbaşa bizə görüldü atmayıb. Müştəri cavab verib ki, hə, mənim kilom 78, hə, 78-ə L razmer düşür. Hə, sizə L razmer düşür falan filan və ya müştəridən şəkil də götürə bilirsən və müştərinin artıq söhbət edəndən sonra, səmimiyyət yaranandan sonra dank müştəriyə məhsulu satırsan. Yəni belə və burada əlavələr də eləyə bilərsiniz. Bir soru eklə, yəni başqa soru, elə ünvan hardadır? Ünvan hardadır? Hə, belə yazdınız. Ünvanımız falan falan buralardadır. Yəni müştəri dank soruşacaq ünvan hardadır və müştəriyə burada sizin yazacağınız avtomatik mesaj gələcək. Burada da qayd eləyəsiniz. Qayd eləyəndən sonra gələcək, belə düşəcək. Məsələn, full body korset yazmışam, avtomatik ora düşəcək. Və başqa məhsula çıxmaq istəyəndə isə dostlar, yəni məsələn siz bu məhsula reklam çıxmısınız, bu burada həmişə qayıtda qalacaq. Burada korsetdir. Yenə deyək ki, əlcə indi çıxırsınız reklama. Okay, gəldik burada çoxalt eləyirik. Bu artıq çoxaldı. Yəni çoxaldı. Bu artıq çoxaldı. Yəni indi artıq burada əlcə ilə bağlı məlumatlarınızı yazırsınız, qayd edirsiniz. İndi burada full body korset və lent korset var. Lent korsetə basanda görürsüz qiymət falan dəyişir, yazılar falan dəyişir. Artıq müştəriyə lent korsetlə bağlı məlumat gedir. Full body korsetə basanda da korsetlə bağlı. Yəni bu belə idi. Yəni burada bunu seçdik, artıq bu qaldı burada. Düşür aşağı takip edici dönüşüm olayı, internet sitesi olayları və s. və s. Yəni buraları da keçdim. Yəni siz burada hər şey hazır eləyəndən sonra burada yayınla düyməsi olacaq. Dank yayınlayasınız. İndi dostlar, EBU açırdıq biz. Əlimizdə 3 dənə video var. Bu 3 dənə videonun birini çıxdıq. Biz bura nə qədər pul qoyduq? 10 dollar pul qoyduq. Bu videoya 10 dollar mesajlaşma xərclənəcək. İndi biz 3 dənə videonu test eləməliyik, düzdür? Gəlirəm buradan, basıram burada çoxalt var. Bir də hızlı çoxalt var. Hızlı çoxalda basanda bunun kopyası sırazı olur. Çoxalt eləyəndə isə sizə seçenek verəcək, yəni 4 dənə eynisini yarad. Basdınız 4 dənə. Yəni deyək ki, hızlı çoxalt elədiniz, bura ikincisi gəldi. Yəni bu ikincisi bura gələndə artıq bununla bu aşağıdakı ayrı olacaq. Yəni siz artıq onun üstünə basasınız, elə bir baxın burdadır. Adını dəyişəsiniz, eləyəsiniz AU2 bura deyənə. Buradakı hər şey eyni qalacaq belə. Gəlib keçəsiniz
kreativ hissəsinə, kreativə 2 yazasınız artıq. Çünki bu ayrı set olacaq, bu aşağıda çıxacaq ayrı set olacaq. İndi mən çoxaltmadım deyə, yəni burada ikinci kimi çoxalacaq. Yəni ikinci kimi çoxaltdınız, artıq ikinciyə K2, sonra gəlirsiniz burada, məsələn belə qalmayıb, burasını bağlayırsınız, göndəri seçirsiniz, yenə gəldiniz Instagrama. Biz bunu mu seçmişdik? Siz bu videoya tutaq ki, çıxasınız, bastınız bu videoya, yenə davam elədiniz, artıq hər şey dəyişdi. Artıq o video ilə bağlı reklam gedəcək. Yenə gəldiniz aşağı, qeyd edilən mesajlara basdınız, bu qaldı belə. Düşdünüz hər şey qaydasında. Nə oldu dostlar? Birinci burada olan setimizdə bir video olacaq, ikinci setimizdə bir video, üçüncü setimizdə bir video və hər setdə $10 olaraq qalacaq və irəli eləyib reklama çıxıb yayının elədikdə artıq avtomatik sizi reklama atmış olacaq. Və burada dostlar necə test eləyəsiniz? Gəlin buradan sizə məsələ çəkəcəyim bir yer. Burada AU1 Burad, AU2 Burad. Baxın, mən burada 2 dənə kreativ test eləmişəm. Və bu kreativlərin hərəsinə $15 pul qoymuşam. Hə, və bu 2 kreativ, ikisi də test olur. Çünki EBO çıxmışam. EBO çıxanda bu $15 nə olur olsun bu videoya xərclənəcək. Yəni nə olur olsun bu videoya xərclənəcək. Ona görə gördüyünüz kimi $15-dan çıxmışam, buna da $15-dan çıxmışam. Bu 17 sentdən mənə mesaj verib müştəriyə, bu da 26 sentdən mesaj verib mənə. Yəni ki, bu kreativ daha ucuzdur. Əslində 26 sent ucuzdur. Yəni ikisi də verib. Və mən artıq müştərilərlə danışıram. Tutaq ki, bir gün ərzində $15 xərcləyib 17 sentdən verib. Yəni fərz edək 50 nəfərlə danışmışıq. $15 pul xərcləyib. Nə qədər məhsul satmışıq? 4 dənə məhsul satmışıq müştərilərlə danışaraq. 4 dənə məhsul satmışıq 25 manatdan deyək, 100 manat pul edir. $15 nə qədər edir? $15 25 edir. Nəsə $15 nə qədər edir? 100 manatdan onu çıxırıq, qalan pul qalır. O puldan da mayanı falan çıxırıq və hesablayırıq ki, bizə qazanc qalır və yaxud da ki, qalmır. Yəni buradakı qısa mesajlaşma prosesi budur. Deməli, belə dostlar, bu videomuzun da sonuna gəldik. Reklamla bağlı başqa suallarınız varsa bildirə bilərsiniz. Bu videomuz nə oldu? Mesajlaşma EBO reklamı çıxdıq. Qısası siz də bu şəkildə reklam çıxaraq test edə bilərsiniz. Hədəf kitləmizdə həmişəki kimi dəyişmirik. Burad olaraq qalır. Andromeda yenilənməsindən sonra ancaq Burad tələb eləyir. Yəni Burad işləyir. Gələn videolarda görüşənədək sağ olun, salamat qalın.